Salam dostlar, bugün sizlərə yeni bir airdropu təqdim edirəm. Airdropumuzun adı PSY airdropudur. Deməli, link videonun rəylər qismində yerləşdirilir. Həmən linkə daxil olursunuz. Daxil olan zaman sizdən qeydiyyat üçün e-mail istəyir. Yaxud aşağıda Google işarəsinin üzərinə basaraq həmən yerdən qeydiyyat ola bilərsiniz. Qeydiyyat zamanı sizdən burada yerləşdiriləcək adınızı və sizi dəvət edən şəxsin dəvət kodunu istər və bunlar mütləq yazılmalıdır. Yoxsa qeydiyyat tamamlanmır. Qeydiyyat dəvət linkini videonun rəylər qisminə qoyuram. Buradan da görə bilərsiniz. Yəni oradan kopyalaya bilməyənlər burada baxın, burada işarələdiyim yerə baxaraq buradakı hərfləri yazıb dəvət kodunu əldə edə bilərlər. Gəlin indi sayt barəsində məlumat verim. Deməli dostlar, bu saytda müəyyən tapşırıqlar əldə edib PSY token qazanmış oluruq. Hal-hazırda məndə 70 PSY token var, yeni qeydiyyat olduğum üçün. Deməli, tapşırıqlar bu 3 xəttin üzərinə basdıqda Activities bölümündədir. Həmən Activities bölümünə daxil olan zaman bir çox tapşırıqları görmüş oluruq burada. İndi hər biri barəsində məlumat vermək istəyirəm. Deməli, birinci tapşırıq Twitter'ı qoşmaqdır. Buradan üzərinə basırsınız, avtomatik özü Twitter'a gedir və quraşdırmaq üçün icazə istəyir. Və icazəni verdikdən sonra avtomatik saytın özünə qayıdır və siz 5 PSY points qazanmış olursunuz. Bu tapşırıq da bu formada tamamlanmış olur. İkinci tapşırıq Discord'u qoşmaqdır dostlar. Eyni qaydada burada complete yazısının üzərində başqa yazı olsa, həmən yerin üzərinə basırsınız, avtomatik Discord'a yönləndirir. Discord'a yönləndirdikdən sonra yenidən 5 PSY token qazanmış olursunuz. Digər bu tapşırığı əldə etməsəniz də olar. Bu dost dəvətidir. Yəni əgər kütləsi böyük olan izləyicilər varsa, dost dəvət edib də qazana bilərlər. Bu heç daily login, yəni gündəlik giriş hər günə 10 PSY points verir və bunu girib gündə bir dəfə alırsınız və PSY pointləriniz qalxmış olur. Quote, tweet, PSY protokol, post, bunu da üzərinə basırsınız. PSY haqqında hər hansı bir post paylaşırsınız və həmən bu posta görə sizə 15 PSY points verir. Fake Twitter hesabınız varsa oradan edə bilərsiniz. Reply with PSY protokol. Burada PSY protokolun hər hansı bir postuna cavab vermək var. Sonra creative high quality PSY video. Yəni PSY haqqında video hazırlayıb YouTube-da yaxud da digər sosial media hesablarında paylaşmaq bu formada davam edir dostlar. Digər tapşırıqlara da girib özünüz baxa bilərsiniz. Hal-hazırda hamısını qeyd edə bilmirəm. Video çox uzun olasıdır. Bu formada PSY tokenləri qazanırsınız və birinci xanada yerləşən yerdən öz xallarınıza baxa bilərsiniz. Bu qədər. Sağ olun, sağlıqla qalın.